informasiya müharibəsi də gedir. Dünəndən ay biz Tehranın hava məkanına nəzarət eləyirik. Təyyarələrimiz orada nə bilim yallı gedir, nə bilim nə gedir. Bilirsiniz, müharibə oyuncaq deyil. Müharibə ritorikanı sevmir. Müharibə bilirsiniz nədir? Dəqiq bir elmdir. Sən o zaman, yəni sən qələbə qazana bilərsən və mən sizə onu da deyim ki, bu müharibə onsuz da bir həftəyə, 10 günə, ola bilsin bir qədər tez, bir qədər gec dayanacaq. Yəni istənilən müharibələr Siz proqnozlaşdırırsınız ki, tezliklə dayanacaq, eləmi? bunun başqa yolu yoxdur. Yəni Bəzi ekspertlər bunun uzun müddət davam edəcəyini proqnozlaşdırırlar. Deyirlər ki, məsələn, ola bilər 1 il, 2 il, hətta 3 il müharibənin davam edə biləcəyi ehtimalları irəli sürülür. Siz necə düşünürsünüz? Müharibənin bəzi elementlərini də deyim sizə. Baxın, Rusiya-Ukrayna müharibəsi 4-cü ildir davam edir. Biz bu müharibə başlayanda 24 fevral 2022-ci il elə bil dünən idi də. Təsəvvür edin ki, 4-cü ilə keçir. Və Rusiya da çox əmin idi ki, o qısa bir müddətdə Ukraynanı ram eləyəcək və Kiyevdə istədiyi adamı otuzduracaq və dediyinə də nail olacaq. Amma baxın, 4-cü ildir. Rusiya yəni öz hikkəsini başa çatdıra bilmir. Sözsüz ki, yəni bu qədər itki var. Bayaq baxıram, görürəm Tehranda, İranda nə qədər qadın ölüb, nə qədər körpə uşaqlar həyatını itiriblər. Günahsız insanlar var. Onların içərisində bəlkə də milyon faiz deyə bilərəm ki, əminliklə deyə bilərəm ki, Azərbaycan kökənli insanlar da var. Çünki o raket düşəndə soruşmursan, Azərbaycanlısan, Fransızsan, Gürcüsən və yaxud da ki, Amerikalısan. Çünki orada yenə də deyirəm ki, elə bir xaotik vəziyyət yaranıb, özdə iç-içə işləyirlər. Mən sizə deyim ki, İsrail daha çox İranın içərisindən işləyir. Çünki onlar, yəni o xüsusi xidmət orqanları İranın içərisinə sızıblar və İranda olan o gərginlikdən, İranda olan o vəziyyətdən istifadə edərək, İranda olan vətəndaşların maddi durumundan da istifadə edərək bəzi məsələləri elə İranlıların öz əli ilə həyata keçirib. Baxın, görün, dünyanın hansı bir dönəminə gəlib çıxmışıq ki, Pəhləvinin oğlu, üzr istəyirəm, oğludur da, səhv eləmirəm. Oğludur, bəli. Oğlu. Yəni bu yaşında çağırış eləyir. Yox, bunu İranda səbirsizliklə, mən başa düşürəm, bunun tərəfdarları da var orada. Amma İran xalqı onu qovub axı. Pəhləvlər İran xalqı İrandan qovub. Bunu xalq qovub, hələ bilirsiniz necədir? Deyir, utanmasan oynamağa nə var ki? Doğru. Məsələ burasındadır ki, bugün güya İran xalqının belə deyək də qeydinə qalır və İran xalqına çağırış eləyir ki, siz bu rejimi devirin. Halbuki özü, atası və sülaləsi İranda hansı hoqqalardan çıxıb, bunu hamı gözəl bilir. Baxın, görün, yəni məqamdır da, bilirsiniz, mən açığın deyim ki, biz bəzən müzakirələrimiz zamanı deyirik ki, bizə deyirlər ki, özümüzdən də danışın. Biz özümüzdən də danışırıq. Azərbaycanın haqq işində bəzən Azərbaycana pis gözlə baxan, Azərbaycana qarşı kini-küdrəti olan dövlətləri hətta dəstəkləyən soydaşlarımız var. Burada ya Azərbaycanda, yəni ölkə ərazisində. Var, bəli. Özdə çox belə şəxslə müxtəlif kanallardan, indi sosial şəbəkələr var, müxtəlif kanallar var, platformalar var. Orada özlərini o qədər, belə deyək də, o ölkələrin təəssübkeşi kimi aparırlar. Və bəzən də bizim bu müzakirələrimiz olanda, indi mən yenə də deyirəm ki, burada sifariş, belə deyək də, zalı deyil ki, deyəsən, Tural bəy və yaxud da ki, Üzeyir onların istədiyini səsləndirməlidir. Məsələ burasındadır ki, biz reallıqları və gerçəkləri deyirik. Və bizi qarşıdakı dönəmdə hansı çətinliklər gözləyə bilər, biz onlara indidən bir vətəndaş olaraq mövqe bildiririk. Bəli, qarşıdakı sizin sözünüzün qüvvəti olaraq Tural bəy. Bəli, bu müharibə rəsmən dayansa da, bunun adda-budda elementləri davam eləyəcək. Yəni, içəridə nə qədər, nə bilim, cəsus şəbəkəsinin təmizlənməsidir, o cümlədən müəyyən, belə deyək də, səhvlərə yol verənlərin məsuliyyətə cəlb olunmasıdır, müəyyən qarşı tərəfə qaçan o satqınlar var, yəni onların geri alınması tələbidir və digərlər. Yəni, o nöqteyi nəzərdən mən o fikri bölüşürəm ki, bəli, bu məsələ
bu xəmir bir qədər hələ çox su aparacaq. Amma mən sizə deyim ki, bu müharibə bu templə davam edə bilməz. 6 gündür. Siz baxın görün, o insan xəstələnəndə bədənini ölçən termometrlə, o hərarət ölçənlə baxırsan, görürsən 36, 37, 38, 39, 40 olanda artıq necə deyirlər, biz əl-ayağa düşürük ki, bu şok keçirə bilər. Bu günləri yavaş-yavaş hərarət 38-40 arasıdır.